Baş sponsorlar Femina Xəz və Dəri Qaleriyası, Doktor Elçin Abidinov, xüsusi sponsor, Doymaq Məhsulları, sponsorlar, Doktor Kosmetolog Sahilə Həsənova, Patron Tumları, Adres Restoranı, Bərəkət Çayları. Bax, belə axşamınız xeyir olsun, əziz və hörmətli tamaşaçılar. Biz yenə sizinlə bərabər dostları yola saldım, dəvət etdim adresi. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Bugün çox maraqlı efirimiz olacaq. Türk, arabesk, ümumiyyətlə də gözəl musiqimizin gecəsi olacaq. Elə bir qonaqlar dəvət etmişəm ki, o qonaqlar, vallahi inanın ki, bu gecə canlı musiqidən yorulmayacaqsınız. Çünki biz çalışacağıq sizin əhvalınıza oxşayaq. İlk qonağımı dəvət edirəm. Çox gözəl bir xanım. Həzin bir səsli xanım və Türkiyənin pop estradasını və deyərdim, belə deyim, sanat müziği estradasında fəth edilmiş Çinarə Məlikzadə. Buyursun. Hoş gördüm səni əzizim. Hoş gördüm. Çinarə efirdən öncə Mədiyə Rosxan, mən çox az danışacağım. İndi qız baxarıq, sən az danışacaqsan, çox danışacaqsan. Herkes salamlayıram bu arada. Tam vaxtında gəlmirsən. Bir neçə günlük Bakıya gəlmiş, mənə direkt tutdum qızı. Dedim, gəl bizə qonaq, çünki tam vaxtıdır. Çinarə mənim efirimdə Bakı vaxtı ilə də olmuşdu. Xanım İsmail qızının efirində. Gözəl onun mahnılarla bizi feyziyap etmişdi. Amma bugün öz repertuarından oxuyacaq. Canlı ifalardakı ardı-ardına. Buyur Əliş canım. Deməli belə, tam bildiyimə görə yalan doğru 25 ildə Azərbaycandadır. Azərbaycanın klasik musiqisini, klasik estradasını mükəmməl bilir. Hətta mən onu ilk dəfə eşidəndə, mən elə bildim o Azərbaycan. Amma sən demə, Türk imiş, qardaşımızdır, əzimizdir, Suat Köçər gəlir sizlər üçün. Bu da sizin getirmeleriniz, sizin adresiniz. Evet, benim sevgili arkadaşlarım, emektaş, yoldaşlarım. Uzun zamandır beraberiz, Adres Orkestrası. Bilirəm, amma ən yaxşılarını yığmışsan yanınıza. Axşamları gəlib dinləyirik sizi. Çox mükəmməl bir ekibiniz var. Teşekkür ederiz. Ve 25 ildə Azərbaycandasınız. 25, evet, 25 oldu. Gözüm mən sizə daha yaxşı bilirəm. 25 ildir və birazdan hansı mahnıları burada ifa edəcək, nələr olacaq, hansı sirləri açacaq, tam vaxtında biləcəksiniz, bizi qaçırmayın. Suat bəy, elə sizi ora almamışdan, direkt burada, canlı. Tamam. Bir adresimizi təyin eləyin. Suat Köçər indi deyir, mən də özlədim. Görək kim özlədi? Ne kadar çok aşka intizar eden, kimi çok seviliyor, kimi yoksun sevgiden. Ne kadar çok aşka intizar eden, kimi çok seviliyor, kimi yoksun sevgiden. Sen orada, ben burada, bir şey gelmez elimizden. Sen orada, ben burada, ben de özledim ben de özledim ben de. Resmin var şu an elimde, sana koşmak isterim, derman yok dizlerimde. Ben de özledim ben de, resmin var şu an elimde, sana koşmak isterim, derman yok dizlerimde.
Canımdasın dilde değil, bu haykırış elde değil. Bırakıp da giden sensin, bunun suçu bende değil. Canımdasın dilde değil, bu haykırış elde değil. Bırakıp da giden sensin, bunun suçu bende değil. Yavrunun anası gibi, sevenin sevdası gibi, derdimin dermanı gibi. Ben de özledim, söyle. Ben de özledim, ben de resmin var şu an elimde. Sana koşmak isterim, derman yok dizlerimde. Ben de özledim, ben de resmin var şu an elimde. Sana koşmak isterim, derman yok dizlerimde. Ben de özledim, ben de Resmin var şu aleminde, sana koşmak isterim, derman yok dizlerimde. Ben de özledim, ben de resmin var şu an elimde. Sana koşmak isterim, derman yok dizlerimde. Bravo. Suat abi ben de özledim söyledin. Kimi özledin belə? Yoksa artık 97. ildən buradasın, Bakıdasan. Dede yurdunu, baba yurdunu mu özledin? Gidip geliyorum ama özlüyorum tabii. Ama burada da çok özümü yabancı hissedemiyorum. Çünkü burası da bizim vatanımız. Eləmirəm dedin, 100% yabancı değilsən yani. Bunu da bildim. Maşallah olsun. 97. ildən buradasan. Niye televizyonlara tez-tez çıxmırsan? Niye televiziyalarda görünmürsən? Her programa çıkmak olmuyor, siz de biliyorsunuz. Böyle hoş programlar olduğu zaman, davet aldığımız zaman katılıyoruz seve seve. Ama neçənci ildir? Bir 6-7 il olardı mı bundan önce? Zümrüt xanımla beraber bir program aparırdınız. Evet, Zümrüt'e Ben de de- orada qonaq olmuştum. Bizim Doğru. Zümrüt'ü salamlayıram buradan. Zümrüt'e selamlar olsun. 4 yıl önceydi. 4 Dört il yıl önce. önceydi. Bir televizyon sezonu apardınız beraber o bir programı. sezon. Çok maraqlı parçalar ifa edirdiniz, maraqlı qonaqlarınız olurdu. Yani televiziyada sizin için yadigar bir değil. Değil, evet. Orada biraz tecrübe kazandığımı düşünüyorum. Güzel günlerdi. Hoş programlar yaptık. Siz de davet etmiştik. Şimdi de biz size konuk geldik. Belədir də, əvəz-əvəz dünyasıdır. Bir dəfə bunlar məni çağırırlar, bir dəfə mən bunları çağırırım. Amma doğrudan mən Suat abini çoxdan tanıyıram. Abi niyə deyirəm? Çünki doğrudan da abimizdir. İfaçılar çox vaxtı çox danışırlar. Yəni mənim kimi ifaçılar. Amma Suat abi çox az danışır. Çox həzin danışır. Hər dəfə deyirəm, abi danışırsan eşitmirəm. Nə deyirsən abi? Deyir, səsimi qoyuram. Yəni bu artıq işin peşəkarlığından doğru gəlir. Evlisiz, yoldaşınız Azərbaycanlıdır. Düzdür. Bir kızınız var, kızı görmüşüm. Yoksa başka uşaq da var mı? Zeynep, bir kızım var. Bir tane kızım var. Doğru. Babasının yolunu devam etse. O da piyano çalıyor. Aha. Var yani genlerinde var. Ama bilmiyorum artık seçimini özü yapacak. İleride bu işi yapar mı yapmaz mı? Aha. Bu işi yapsa babası karşı çıkacak mı? Yok, benim için bir mahsuru yok. Ben seviyorum yaptığım işi. Onun da sevdiği işi yapmasını isterim. Bu işi de isterse yapsın tabii ki. Biz tez-tez görüşürük. Bizim bir mekanımız var, Adres restoranı. Buradan elə sponsorumuza teşekkür edirəm. Ama sponsorumuz olduğuna göre Suat abi burada değil. Doğrudan sənəti, yaradıcılığı çok şahəlidir ve çok mükemmel bir ifaçıdır. Orkestraya da bir daha teşekkür bildirirəm. Hərdən paxıllığım tutur Suat abiyə ki, uşaqlar onu bir baxışdan başa düşürlər. Bir bax, Faik'in qulağı açılsın, yəni ola bilsin bu uşaqları götürdüm özümə. Suat abi də xeyir duasını verdi. Yəni verdi, biləcəksiniz, verdi. Hayırlı olsun. Hayırlı olsun da dedi. Yani bakın da, aha, herkes kostümünü falan düzeltti, ne güzel. Çınarəm, xoş gəlmisən sən də, qoy belə deyim də, xoş gəlmisən. Bugün deyirsən az danışan qonaqlarımız var. Yox, mən elə düşünmürəm. İrəliyən dəqiqələrdə elə danışıqlar olacaq, elə açıqlamalar olacaq ki, valla elə musiqi qədər də gözəl söhbətlərimiz olacaq. Yaxında gəlmisən, pandemiyadan dolayı mənə elə gəlir ki, gəlmisən, yoxsa başqa bir Pandemiyadan işlərin dolayı var? gəldim. O heç. Ondan sonra yenə qayıtdım. Aha. Konsertlərim var idi. Türkiyənin bir çox bölgələrində konsertlərim oldu. İsmail Tunçbiləklə konsertimiz oldu. Sırf Zəfər bayramını öz vətənimdə qeyd eləmək üçün gəldim. Hətta Maşallah bəzi olsun. konsertləri iptal elədim, gəldim bura. Çünki burada da tədbirlərimiz çox idi. Yəni hal-hazırda da görüşlərimiz olur şəhid ailələri ilə. Allah şəhidlərimizə rəhmət eləsin, ruhların qarşısına baş əyirəm. Qazilərimizə Allah can sağlığı versin. Onların Azərbaycan mərd oğulları sayəsində biz bugün bu şanlı tarixi yaşayırıq. Ona görə onlara nə qədər təşəkkür
belə etsək azdır. Düzdür. Çox vaxt ifaçıları qınaq atəşinə tutursunuz ki, xaricdədirlər, vətənlərinə gəlmirlər. Amma gördünüz, Çinarə deyir, az danışan qonağım. Az danışırsan, Azərbaycanın saz bölgələrində danışırsan. Yəni bölgələrində bayram də üçün, çıxışlarımız bura oldu gəldiyin üçün, vətənində qeyd etmək istədiyin üçün sənə bir əhsən düşür. Doğrudan çox gözəl ifaçısan. Mən səni, Çox sağ olun. yəni belə deyək, əslində sən peşəkar ifaçısın, amma fenomen kimi çıxdın, belə deyək də. Sosial mövqe sənə bir gecədə, bir həftədə ulduz olmağa yardımcı oldu. Şökət xanım Ələkbərovanın ifasından bir çoxları səni tanıdı. Bəli, gedə Yeni bir stildə, yeni bir abu-havada. Amma üstündən hardasa keçdi bir 6-8 ay. Türkiyə tez-tez biz gedib gəlirik, həm işlərimizdən dolayı, həm istirahətimiz üçün. Mən sevdiyim bir otel var, hər zaman da orada qalıram. Günlərin bir günündə liftə enirəm, görürəm ki, Çinarə Məlikzadə. 2 gün sonra konserti. Çinarəni heç onda tanımırdım. Yazdım ki, özü mənə hamılar edir ki, öz yaşlarına da qızım deyirsən. Bu istədiyimdə elədir. Deyirəm, qızım, burada konsertindir. Təsvirlər olsun ki, sabah uçuruq. Bilsəydim ki, belədir, biletimi başqa gün alardım və qalardım sənin konsertini izləyərdim. Çünki də oradan da çox maraqlı olur. Çox sağ olun. Siz həmişə məni dəstəkləyirsiniz, görmüşəm, paylaşımlar edirsiniz. Çox sağ olun, təşəkkür edirəm. Yeri gəlmişkən, bəlkə də irəliləyən dəqiqələrdə mən sevdiyim mahnını da oxutdum Çinarəyə. Yəni onu çox sevirəm. İlk gündən də mahnını eşidəndən mahnıya aşiq oldum. Doğrudan da əhsən düşür. Çünki də oradan çox düzgün, mədəniyyət adı ilə bərabər həm ölkəni, həm öz adını qonşu da olsa, amma qardaş dövlətdir. Orada təmsil edirsən. Sən də orada belə deyək də, necə ki, Suad burada yabancı deyil, yad deyil. Sən Yabancı, də orada zaten mən özümü yabancı kimi hiss edirəm. Sən də yabancı hiss etmirsən. Qarşıda nə proyektlər var? Qarşıda inşallah çox proyektlərimiz var. Akustik albüm proyektim var. Belə də ki, eləyirik də, daha çox planlı iş görən bir insan olmadığıma görə axışına buraxıram hər şeyi. Ona görə həyat özü planları çıxardır qarşıma. Mən də ona uyğun yol xəritəsi çizirəm. Tərəzi gücü olduğu üçün gələn təklifləri bir 100 ölçür, qramına qədər. Bir də görsən o qədər ölçüb biçirəm ki, qərar verə bilmirəm. Amma dəqiq əmin olduğum şeyə qərar verirəm. Yəni, mən səni rock performansında gördüm, rock üslubunda bir klip də elədin. O tərzi mən sənə çox yaraşdırdım. Rock, hə, ihtiyacı var. Mən səndən deyəsən çox biləm, sən haqqında deyə görə. Yadımdan çıxmışdı. Yəni o tərzidə səni çox yaraşdırdım. Onu mən Haluk Levent məsləhət görmüşdü, elə ifa eləməyimi. Çünki o mən orada çox dəstəkləyirdi, çox bəyəndiyini söylürdü. Həmişə deyirdi ki, millət beni seviyor, ben bu kıza aşığımdır. Bütün günüdür seni dinliyorum şarkılarını. Hatta Ahirim Sənsinə həmişə çox qulaq asırdı. Bir proqramda da mənə deyir ki, orada sırf mənim elədiyim boğazlarla oxumuşdu, mənim namələrimdən. Deyir ki, çox sevirəm səni. Eləcə də yəni oranın bir çox müğənnilərlə yəni görmüşəm, dəstəklərini görmüşəm, sağ olsunlar. Əslində mən düşünürəm ki, sənin gözəl səsin olmasaydı, hər bir sənət yaradıcı insan, gözəl səsi olan insanı zaten dəstəkləməlidir və dəstəkləyir. Özgüvənləri yüksəkdir çünki onların. Çünki kəndi işığına güvənəndir, başqasının parlamasından qorxmaz misali. Onlar da İndi mən də qoyursan, abinin sözünə qoşulum. Cəmaət məni sevir, mən də bu qızı sevirəm də. Bu qızdan gözəl bir ifa istəyirəm. Səhnə sənindir, gözəl bir ifa ilə bizi feyz edir.
Bahçe duvarından açtım, bahçe duvarından açtım. Sarmaşık güllere dolaştım, sarmaşık güllere dolaştım. Öptüm sevdim, halelleştim. Öptüm sevdim, halelleştim. Yanıyorum, Yanıyorum, yanıyorum hele. Mail oldum gonca güle. Acım şalı ince bele. nail oldum gonca güle. Sevda olmasaydı da gönüle dolmasaydı. Sevda olmasaydı da gönüle dolmasaydı. Dünya neye yarardı da güzellik olmasaydı. Dünya neye yarardı da güzellik olmasaydı. Nar tanesi tanesi de seviyorum bir tanesi. Güzellerin içinde de benimki bir tanesi. Nar tanesi tanesi de seviyorum bir tanesi. Güzellerin içinde de benimki bir oyna. Sevda olmasaydı da gönüle dolmasaydı. Sevda olmasaydı da gönüle dolmasaydı. Dünya neye yarardı da güzellik olmasaydı. Dünya neye yarardı da güzellik olmasaydı. Nar tanesi tanesi de seviyorum bir tanesi. Güzellerin içinde de benimki bir tanesi. Nar tanesi tanesi de seviyorum bir tanesi. Güzellerin içinde de benimki bir tanesi. Samanlıktan kaldıramadım samanı da zühtü. Ben sana yandım zühtü. Hele yandım zühtü. Ben sana kandım zühtü. Geldi de geçiyor da zamanı da zühtü. Ben sana yandım zühtü. Hele hele yandım zühtü. Ben sana kandım zühtü. Hele hele yandım zühtü. Ayaş yollarında kervanın mı var? Beni öldürmeye fermanın mı var? Beni öldürmeye fermanın mı var? Ağlamaya sızlamaya dermanım mı var? Yandım Allah yandım, yandırma beni. Seviyorum diye kandırma beni. Derin uykulardan kaldırma beni. Seviyorum diye. Kandırma beni. Belə də bax bu gözəl reklamlardan qayıdışdan bağça duvarları. Düzmü söylədim abi? Bahçe duvarı. Divarı, Ertaş. divarları Başa çoxaldıram da. Allah rahmet eylesin. Çox ritmik, hərəkətli bir musiqi idi. Əslində gələn səfər Suad abi gələndə
Ona özüm yazacağım hansı mahnıları istəyirəm. Bu səfər onu özünə buraxdım. Amma gələn səfər yazacağım. Çünki biz bərabər axşamlar keçirəndə hamımız bir iç-içə oluruq. Çox maraqlı olur, hə abi? Evet. Abimin adı nədir, mən onu soruşma. Siyami. Siyami. Seni çok seviyorum Siyami. Yani evlisin, subaysın. Subayım. He, neçə yaşın var abi? 36. Birazcık küçücük oldu da ama evi yoktu da. Yaşın ne farkı var? İlhami Guliyeva demiş. Roza xanım hamını evləndirəcək. Hamını, Diyan, indi sənə keçəcəm, Diyan, hamını evləndirəcəm. Hamı xoş. Mən bu yaxından bir tədbirdeydim. O tədbirdə belə bir söz eşitdim. Gözə evlilərə dəymirəm. Subayları mən uzaqdan görürəm də, onu gözüm uzaqdan görmüş, göz subay oxşuyor. Biz bir tədbirdeydik, bir çox yaxşı bir yaradıcı insan abi. Söyledi ki, əgər sənət adamının həyatında, yəni şəxsi həyatında hər şey gözəl gedirsə, o 2 qat yaradıcı olur və o 2 qat gözəl yaradır. Ona görə də mən düşünürəm ki, şəxsi həyat gözəl olmalıdır ki, biz gözəl yaradaq. Bax, Siyami, düzmü dedim, həyat yoldaşımın adını yadımda saxlayayım da. Siyaminin məsəl üçün həyatı məndən gözəl olsa dayanmaz. Yəni abinin dişi gözəl gedər, mən Siyami necə gedər. Amma o insan doğru insan olmalıdır da ki, ona gözəl pozitiv enerji ötürə bilirsən məncə. Onda yaxşı danışırsan kızım, və deyirdim danışım da öyle. Diyan, yenice reklamlar arası deyir ki, zarafat elə Çinanənin, deyir ki, Ayruz xanım, elə gələni evləndirirsiniz. Mən də deyəsin evlənəcəm. Kimlə? Hə, keçən səfər elə verilişimizə baxdım, izlədim. Anarla danışdıq, qərara gəldik ki, elə biz bir-birimizdən evlənək. Anar da bildiniz də hansı Anar? Anar Yusuf'la. Salam göndərir. Burada dediğim Arşın Malalan filmindən sitat gətirdim ki, çadranı salacağım başıma, el obanı gəzərəm. Deyərsə, mənim bu sitatım, klasik sitatım, klasik ifaçı ilə instrumentalisti bir araya gətirdi. Çinarə ilə Anar evlənsə şok olmayın. Ekskluzivi də burada açacağım, bilərsiniz. Amma doğrudan zarafat bir tərəfə. Mən yenə də elə düşünürəm, o söz də mənim qulağımda qaldı. Yaradıcı insanın əsəbi, siniri, stresi, ailəsi gözəl olmalıdır. Məsəl üçün, mən öz ətrafımda olan insanlara deyirəm, səhər-səhər mənə pis xəbər olsa da belə, mən yuxudan oyanandan 3-4 saat sonra mənə deyim pis xəbəri. Çünki birinci 15 dəqiqədə deyən kimi o xəbəri, vallahi inanın günün bax belə istər-istəməz pis olur. Amma onu biraz sonradan yumuşaq olaraq deyəndə hər şey gözəl gedir. Abi, səndə nə tərdir söhbətlər? Deyən görüm, evdə hər şey gözəldir. Şükür. Ona görə də gözəl yaradırsan, özün də yavaş danışırsan. 97-ci ildə ilk dəfə niyə Bakıya gəldin? Təsadüfənmi oldu bu? Yoxsa bir konsert üçün gəldin ya da bir təklif aldın, gəldin? Ben okumak için geldim. Aha, İnstitüt okumaya geldim. aha, hangisi? Talebe olarak. Üzeyir Hacı Bey Adına akademiyanın. Bakı Müzik Akademiyası. 97'de kabul oldum. 2003'te bitirdim. Mezun oldum. Abi onu bir beraber okumuşuz o zamanlarda biz. Rahmetli Ali Ekber İskender Fileyta müellimiyle. Yani talep olarak gelmiştim. Daha sonra işte evlilik hayatı, Abi neçə yaşın var? iş hayatı. Şimdi 42. Ha biz yaşışırıq. Mən də elə bilmişəm məndən böyüksən. Sən demə mən də özümü cavan hesab edirəm, amma elə deyil də. Mən də 2000-ci ilin girmişəm. 2002'də çıxmışam, başqa universitetə getmişəm. Çünki çox şuluq tələbə idim ona görə. Eyni ərəfə doğmuşuq, təəssüf olsun ki biz tanış olmamışıq o zamanlar. Yani belki rastlaştık, görüştük Seymur ama Kerimov, Samir Cəfərova, biz Ülvi Qılınç, Ulvi- Zaur geçenlerde de Əmraslanım. Ulvi iyi bir başarı elde Hə, etti Ülvini də Türkiye'de. təbrik edirəm. Ulvi, Hə. dostum tebrik ediyorum seni. Gerçekten gurur duydum. O Səs Türkiyədə çox maraqlı performans, 4'ü də döndü. Sən olmuşdun o Səs Türkiyədə? Türkiyədə olmuşam. Nəsə belə yadıma 2014'də. gəlirdi. Axır-axırlarda. Özdə mən ora əslində müsabiqəyə qatılmaq niyyəti ilə getməmişdim. Dostlarımı dəstəkləməyə getmişdim. Onlar mən o qədər dedilər ki, sən də get, sən də Elə get. deyim də, ona görə. adəti nədir? Kimə qismət, kimə niyyət. Getmişdin Amma dostum. çox həyəcanlı. Mən ümumiyyətcə müsabiqə mənlik deyil, çox həyəcanlanıram. Mən əvvəl Yeni Ulduz müsabiqəsinə də qatılmışdım. Orada da yəni Neçənci çox ildə Çinarə? həyəcanlanırdım. O yadımda deyil. 2007 falan olardı. Hə, axırıncı illərində. Hə. Yeni uzun axırıncı illərində. 6-daydı da. Amma mən Yeni o Ulduz. vaxtın sən yadımda deyilsən. Amma Çox məsəl üçün sakit idim. indi də Həmişəki kimi indi sakitsən. də sakitəm. indi də sakitsən. Elə tərəf müqabilində də yaxşı seçmisən. O da yaradır. Hə, o da elədir. Başqa işi o da gücü elədir. yoxdur. Başqa işi gücü yoxdur. Buradan elə qoy deyim də, Yaşarın mamasına xala söz vermişdim. Görürsən başardım, mən bu işi başarıram. Yəni kimin evində problem varsa çağırın, mən 5 dəqiqədə həll edeyim. Çinarə, irəliləyən dəqiqələrdə sizdən gözəl duet istəyəcəm. Çünki ikiniz də təhsilli ifaçısınız. Bu çox önəmlidir.
Mən ümumiyyətlə hər zaman, indi zarafatlarımız bir yana, hər zaman təhsilli ifaçıların tərəfdarıyam. Niyə? Nə qədər pis təhsil almış ifaçı da olsa belə, o təhsilsiz ifaçıdan yaxşıdır. Amma olur, istisna hallar olur ki, Allah verdiyi vergidir, çox gözəl səsə, qulağa malik olan insanlar olur, istedadlı. Təsəvvür edin ki, fitil istedadla yanaşı onun təhsili olsa görün nə qədər mükəmməlliyi ola bilər. Təhsilinizi bitirdiniz, sonuna qaldınız burada. Düz. İşte restoran işlerine girdim. Sonra evlendim. Ve 25 yıl böyle geçti. Buradayım. Onda belə bir dənə sual verim də. Sevgidən məcburən burada qaldınız, yoxsa işdən məcburən burada qaldınız? Yo, hayatımı burada kurmaya karar verdim. Karar verdim. Tabii. Ben abi niye demirsin sevgiden dolayı? Sevgiden tabii, Aşkımı evet. buldum, hayatımı kurdum, kaldım Azerbaycan'da. Doğru bak. Abla bir tane kahve ısmarlayarsan geleceğim yanıma. Bir tane söz diyeyim. Vokal sınıfını mı okuyordun? Yok, ben fleitist. Fleitist. Kaş burada bir fleyt olardı. Hı? Niye bunu mənə qabaqcadan demirdiniz? Boşanacağım senden. Bunu mənə önceden demeliydin ki, abi fleyt sınıfında okuyubdu. Evlənmədən boşanırlar. Mən də elə də evlənməmişdən boşanıram. Amma gələn səfər gələndə İnşallah. gözəl bir fleyt ilə mən çox maraqlı olardım. Tamam. Əslində belə deyim də Teymur Göyçəyevi salamlayıram, Teymur müəllimi. Teymur müəllim hər zaman deyərdi ki, yəni bu mənim qızım orada oxuyubdu, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində. Uşaqları tənbəliyən deyərdi ki, əgər bir ifaçı bir alətə yiyələnirsə, o ritm seksiyasını yaxşı bilir. Yəni ifaçının bir hansı aləti bilməsi çox düzgündür və çox gözəldir. İndi mən bildim ki, bu dirijorluq qabiliyyəti var ha səndə. Yəni uşaqlardan girişlər falan fəsman, bunların hamısı alətin bilgisindəndir. Yo, o onların Təriflisin. yaxşı Ən sevdiyin musiqi musiqiçi, olmaklarından. ən sevdiyin hansıdır? En sevmediğimi desem Hə, de görüm yaxşı. Siyami. Siyami. Siyami, seni sevmiyorum. Mən sevim yetər. O sevməsə də olar. Məncə elə ən sevdiyimiz də odur. Hepsi benim dostum, arkadaşım. Bilirəm. Çox yaxşı bir ekibiniz var. Çinarə, ümumiyyətlə təhsilin hansı pillədə qaldı? Mən belə fortepiano Sinifini bitirmişsən. sinifini bitirmişəm. İncəsənət Universitetinin aktrisalıq bölümünü, estrada aktyorluğunu bitirmişəm. Yaşar Nuri'nin tələbəsi olmuşam, Allah rəhmət eləsin. Neçənci il orada deyəsən mən oxumusan. Mən yox getmişəm axı. 2012-də bitirmişəm. Hə, yox. Mən onda magistraturanı bitirmişdim artıq. Yaxşı ki, səni çox zorlamayım. Bir gözəl ifa alım səndən. Buyur, səhnə sənindir. Yana yana kül oldum, bir esmere kul oldum. Yana yana kül oldum, bir esmere vuruldum. Kuş dilim bilmez iken yar ey yar, yar ey yar, yar ey yar, yar. Okudum bülbül oldum, okudum bülbül oldum. Kuş dilim bilmez iken yar yar, yar yar, yar yar, yar. Okudum bülbül oldum, okudum bülbül oldum. Okudum bülbül oldum, okudum bülbül oldum. Karşıdan gel göreyim, saçın ucun höreyim. Karşıdan gel göreyim, saçın ucun höreyim. Sen kimi zalime yar ey yar, yar ey yar, yar ey yar, yar. Nasıl gönül vereyim, nasıl gönül vereyim. Sen kimi zalime yar yar, yar yar, yar yar, yar. Nasıl gönül vereyim, nasıl gönül vereyim, nasıl gönül vereyim, nasıl gönül vereyim.
Acımasız olma şimdi bu kadar. Dün gibi çekip gitme. Bırak da sarılayım ayaklarına. Kum gibi ezip geçme. Acımasız olma şimdi bu kadar. Dün gibi çekip gitme. Bırak da sarılayım ayaklarına. Kum gibi ezip geçme. Sonbahar damlardı damlarımıza. Biz seninle sararırdık. Sonbahar damlardı damlarımıza. Biz seninle sararırdık. Aydınlansın diye şu kirli yüzler, biz durmadan savaşırdık. Aydınlansın diye şu kirli yüzler, biz durmadan savaşırdık. Acımasız olma şimdi bu kadar. Dün gibi çekip gitme. Bırak da sarılayım ayaklarına. Kum gibi ezip geçme. Acımasız olma şimdi bu kadar. Dün gibi çekip gitme. Bırak da sarılayım ayaklarına. Kum gibi. Kum gibi. Kum gibi ezip geçme. O devam edirik. Kalbimdeki tatlı sızı sensin, bu gönlümün yazı. Gülüşlerin ömre bedel, öldürüyor beni nazı. Karda açan çiçek gibi, çölde yağan yağmur gibi. Ne bir heves ne bir tutku, kara sevda seninkisi. Gülüm benim, gülüm benim, derdim aşkım, canım benim. Ayırmasın Allah bizi, budur inan tek dileğim. Gülüm benim, gülüm benim,
Derdim aşkım canım benim, ayırmasın Allah bizi, budur inan tek dile. Orkestra. Bir yürürsen bahar yürür, çiçek yürür peşi sıra. Gülüşlerim öyle güzel, can katıyor şu canıma. Karda açan çiçek gibi, çölde yağan yağmur gibi. Ne bir heves ne bir tutku, kara sevda benimkisi. Gülüm benim, gülüm benim, Derdim aşkım canım benim. ayırmasın Allah bizi, budur inan tek dileğim. Gülüm benim, gülüm benim. Derdim Aşkım canım benim, ayırmasın Allah bizi, budur inan tek dileğim. Gülüm benim eksprompt oldu. Mən getdim orada danışdım ki, belə bunları oxudum. Çünki bal dadır, bal yağır səslərindən. Bağışlayın, bu olun, təşəkkür mənim ederim. uşaqlığım idi. Hə? Orkestra təşəkkür edirəm sizə ki, məni qırmadınız. Amma həqiqətən də çox təşəkkürlər. gözəl, çox gözəl duet Əllərinizə almışsınız. sağlıq. Gəlin davam edək. Bax belə, görürsünüz arada müğənnilik ifritəliyim tutur da. Dedim tez, bilmirdim gələcəkdə həyat yoldaşım olacaq. Amma Samiyə dedim ki, bir hərəkətli də bu mahnıdan bir hərəkətli mahnı elə. Gülüm mənim ən sevdiyim mahnılardan biridir. Ve sürpriz oldu bize de. Hə, bilirəm də. Mən elə sürprizləri sevirəm deyə ifritəliyim tutmuşdu. Amma Çinarə az oxudu. O da nədən az oxudu? Gülüm mənim deyilir axı. Abiyə gülüm mənim deyə bilmirdi, dili gəlmirdi gülüm mənim deməyə. Ona görə də eybi yoxdur. İrəliləyən dəqiqələrdə yenə canlılar olacaq. Görüm nə oxuyacaqlar bir yerdə. Əslində çox maraqlıdır. Abi sənlə də bir dəfə oldu bizim balaca bir canlı. Düzdür, o vaxtdan bəri hələm xəstəliyim sağalmayıb. Mən istəyirdim Suad abi gələndə artıq sağalmış olum. O gün gözdeydi galiba. Yox, mənə o gözü Alanya'dan vurdular, belə deyim də. Çəkilişə getmişdi Zaurdan. Aparıcı tərəf müqavilimizdə. Zaur çox sağ ol. Bilməm orada çayıma suyuma nə qatdınsa 3 ayda səsim düzəlmir də. Yəni həkimlər də heç bir çarə qıla bilmirlər hələ ki. Amma gələn səfər gələndə mütləq duetləri ardı-ardına qoymayacaq. Amma sizdə də çox gözəl alındı. Ümumiyyətlə sənin də səs rəngin hər bir insana uyur. Ən önəmlisi tanallıq seçimi düzgün olsun. Sizin də səsiniz çox gözəl uyur. Qadın tərəf müqavilinizə uyur. Çünki sizdən başqa bir qız da çalışır, onu da tanıyırıq. Gözəl qızdır. Görürəm ki, gözəl alınır. Ümumiyyətlə sənin bu günə kimi kimləsə duetlərin olubmu? Duetlərim olub. Kimlə? Mustafa Ceceli ilə olub. Aha. Sonra düz desən, şu ağlımdan çıxıb. olub. Səhnədə çox olub. Məsələn, İlyas Yalçıntaşla olub. Aha. Səhnədə bir yerdə oxumuşuq. Rafet Elromanla oxumuşuq bir yerdə səhnədə. Çox müğənnilərlə olub. İlyasın bir dənə özünüzə məxsus duet yazdırın da, qəşəng bir mahnı. Çünki onun da namələri maraqlıdır. Səninki də maraqlıdır. Onun da namələri yorucu deyil, səninkilər də. Çox maraqlı bir proje olar. Əgər elə bir proje olsa, mən ümumiyyətlə dilim faldı, ekskluzivini burada gözləyirəm, ha biləsən, tam vaxtında. Hardasa elə bir ekskluziv çıxarsan, gələrəm Türkiyənin qranitsasına, Azərbaycanın Türkiyənin sərhədində olay çıxardaram. İnşallah da olsun. Bəs Suad abi, səndə olubmu duet Azərbaycan ifaçılarına və ya da Türk ifaçılarının bir proje olaraq? Proje olarak yok ama canlı sahnede sık sık oluyor tabii. Düetler. Ama yapabiliriz, yapalım. Mən gözümdən oxudum ha. Oradan şuarlar gəlir ki mənə. Ben size teklif edeyim, bir düet yapalım. Mən sizə təklif edirəm ki, bir duet eləyərik. Tabii. Çox gözəl bir türk mahnısı seçək. Tamam.
Türk sənət müziyindən. Zaten siz o şeyin kralısınız. Çox maraqlı bir duet eləyək. Gələn səfər də burada təqdim edək. Bax, arxaya qalmayın. İlyasa da denən ki, mütləq o dueti eləyin. Maraqlı olar. Çünki doğrudan hər ikiniz gəncsiniz, gözəl sənətiniz var və mənə elə gələn maraqlı olar. Belə, zarafat elədik anar məsələsini, amma doğrudan da real həyatda. Çinarənin qəlbi boşdur, doludur. Boşdur. Boş deyil. Bunlar doğrudan da anar da deyəsə sevgilimlə prosa demirlər. Yox. Sən gələcəm aşağı olsan. Doğrudan ümumiyyətlə ailə qurmaq fikrin varmı? Yoxsa sadəcə indi karyerinlə məşğulsan? Ailə qurmaq fikrim deyəndə ki, o insan qarşıma çıxsa quraram yəni. Onu fikirləşmək olmur ki, bir də gözləmədiyin anda çıxa bilər qarşıma yəni. Bir də gördün sabah da çıxdı. Mən inanmıram sən tərəzi bürcüsən, həyatı öz axışına buraxasan. Yox, axışına buraxıram. Hə? Axışına buraxıram. Çox səbirliyəm. Siz tərəzi bürcləri necə tanıyırsınız Mən ki? gözəl tanıyıram əslində. Gözəl tanıyıram. Yaxşı tanıyıram. Suat abi, gözəl bir şarkı. Tamam. Nə ifa eləyəcəksin bizim üçün? Ne istersiniz? Səni yazdım kalbimə. Tamam. Olsun mu? Olsun. Seni yazdım Olsun. kalbime. Yazın məni kalbinizə. Yəni yazın məni kalbinizə. Kaç kadeh kırıldı sarhoş gönlümde, bir türlü kendimi avutamadım. Kaç kadeh kırıldı sarhoş gönlümde, bir türlü kendimi avutamadım. Kaç gece ağladım böyle gizlice, ne yaptımsa seni unutamadım. Ne yaptımsa seni unutamadım. Kim bilir kimler var şimdi kalbinde. Sen beni unuttun çoktan belki de. Ben hala yaşarım eski günlerden. Her şeyde sen varsın, unutamadım. Her şeyde sen varsın, unutamadım. Her şeyde sen varsın, unutamadım. Solmadan gel artık aşkımın gülü. Olsa da konuşsa kalbimin dili. Küçücük dünyamda bir bilsen seni. Görünmez yazıyla yazdım kalbim. Solmadan gel artık aşkımın gülü. Olsa da konuşsa kalbimin dili. Küçücük dünyamda bir bilsen seni. Görünmez yazıyla yazdım kalbimi.
görülmemiş dünyada. Ne geçmişte ne de bundan sonra da. Arasalar bulamazlar rüyada. Silemezler seni yazdım kalbime. Böyle bir aşk görülmemiş dünyada. Ne geçmişte ne de bundan sonra da. Arasalar bulamazlar rüyada. Silemezler seni yazdım kalbime. Nasıl bir sevgiymiş görün de bakın. Sevgilim seninle kavuşmam yakın. Unuttum desem de inanma sakın, inanma sakın. Anılarla yazdım seni kalbime. Nasıl bir sevgiymiş görün de bakın, görün de bakın. Sevgilim seninle kavuşmam yakın. Unuttu desem de inanma sakın. Anılarla yazdım seni kalbime. Böyle bir aşk görülmemiş dünyada. Ne geçmişte ne de bundan sonra da. Arasalar bulamazlar rüyada. Silemezler seni yazdım kalbime. Böyle bir aşk görülmemiş dünyada. Ne geçmişte ne de bundan sonra da. Arasalar bulamazlar rüyada. Silemezler seni yazdım kalbime. Silemezler seni yazdım kalbime. Silemezler seni yazdım kalbime. Bravo, bravo, süper. Mən heç inanırsınız ki, bir saniyə belə danışmaq istəmirəm, sadəcə ifalar istəyirəm. Amma nə maalesef ki, biz daha yaxından tanış olmalıyıq və davam etməliyik. Çox sağ olun Suat bəy, buyurun əyləşin. Çox gözəl mahnı idi Suat abi. Boğaz və ürəyivə sağlıq deyərlər sizdən. Amma mənə maraqlıdır. Suat Göçər Azərbaycanda daha çox tanınır, yoxsa Türkiyədə? Elbette Azerbaycan'da yani hayatımın yarıdan fazlası burada geçtiği için. Yarada sanat həyatının fazlası burada keçdiyi üçündürmü bu? Yəni artıq okulu bitirdin və sənət camiasında burada qatıldın. Okurken de burada ben hem okuyordum hem sahneye çıkıyordum yine. Buraya gelmeden önce yine Türkiye'de de bu işleri yapıyordum. Yani aşağı yukarı 30 yıldır Maşallah. bu işlerin içindeyim. Mənə maraqlıdır. Hansı mahnıları daha çox sevirsiniz? Sözləri mükəmməl olan musiqisi. Her ikisi de. Ama musiki tabii biraz daha benim için ön planda. Yaxşı. Ən sevdiyiniz mahnı, ən var hamımızın, baxmayaraq ki biz sənət camiası və musiqiçilərik, içimizdə ən sevdiyimiz mahnılar olur. En sevdiğim yani öyle çok çetin bir sual bu hakikaten de. Ama şunu diyebilirim ki sevmediğim şarkıları okumamaya çalışıyorum. Mecbur kalmayınca da sevmediğim hiçbir şarkıyı okumuyorum. Yani istek gelmezse okumamaya çalışıyorum. Ruh halımıza bağlı diye bizim o gün o şarkını sevə bilərik, sabah gün istəmərik onu oxumaq. Bir de dinleyenlerle bağlı. Yani onların katılımları, onların eşlik etmeleri. Amma hərdən biz sevmədiyimiz mahnılar bizə daha çox şöhrət gətirir. Düzdən. Öyle de bir durum var. Var. Sevmədiyimiz deməyək, gözləmirsən, bir bekləntin yoxdur o mahnıda, amma baxırsan ki o mahnı. Ya da, Məsələn, məndə ya da də zoru elə dinlə olur, deyək də çox belə əl arası baxdığımız mahnılar ki, bu nə mahnıdır, amma mahnı sabah populyar olur. Məndə olub 3 dəfə.
Zordan oxudular ki bu mahnını oxumaq lazımdır, bu mahnını oxumaq lazımdır. Oxumuşum, gecə ilə milyonlar yığıb. Amma məsəl üçün mən özümə məsəl üçün o mahnını elə də belə deyim, yaraşdırmıram deyərdim. Çünki daha klassik adamam, daha klassik və diapazonlu mahnıları sevirəm. Amma Adi Sıravi mahnı gecə ilə milyonlar yığıb və yaxud da çox populyar eləyib. Məsəl üçün bir dönəm məni. Düzdür, məsələn, mənim də bu vurulmuşam bir yara seviləndə. Onda biz başqa mahnını oxuyurduq əslində. Birdən-birə içimdən gəldi, onu oxudum. Elə o da paylaşıldı hər yerdə. Heç gözləmirdim o mahnı tutsun. Sevdiyim mahnı idi. Amma mən o mahnını çox sevirəm. Peki bir parça canlı ifa eləyərsən? Vurulmuşam bir yara, gözü qaşı qapqara, çox heyif açıb eşqimi ona söyləməyə utanıram. Mən onu sevəndən bəri unutmuşam dərsləri. Sevəcək bir gün məni, mən sevdiyim kimi inanıram. Ay, sevəcək bir gün məni, mən sevdiyim kimi inanıram. Siz davam edə bilərdiniz, eybi yoxdur amma gör sən həyəcan öldürdü ha. Sən artıq bana bakanda çox həyəcanlanıyorsun, bunu biliyorum. İnşallah ki o kəlmələr kimi səni o sevgi tapacaq. Çünki doğrudan hər bir insan yaradıcılığını da sevməlidir. Sevəndə daha gözəl olur. Həyatında da sevgi olanda o daha gözəl olur. Mamanın Məncə əllərindən öpürük. Mama hər zaman sənin yanındadır. Dəstəkləyir məni uşaqlıqdan O da bir bəri. sevgidir. Onun övladına sevgisi olmasa onun nə işi var bu soyuqda, qiyamətdə? Təbii ki. Sənin yanında. Ən önəmlisi mən deyərdim ki, sevgini özümüzdə tapmalıyıq, öz içimizdə. Sevginin özü olmalıyıq ki, bizdən qaynasın. Reklamlardan qayıtdı, nə yaxşı ki bizimlə bərabərsən. Amma çayınızı qarşınızda qoyun isti-isti. Çünki o biz də isti çay içirik burada. Gedək üzüklərdən danışdıq. Ümumiyyətlə, mən klassik mahnıları, özünküləşdirən ifaçıları sevmirəm. Hətta ilk dəfə sənin ifanı eşidəndə mənə dedilər ki, niyə bəs tərifləyirsən? Sən axı kimsə özünküləşdirəndə sevmirsən. Onda çox maraqlıdır ki, efirlərin birində oldu. Bilməm sən o vaxt bunu bildin, bilmədin. Çünki çox adam səni atəş borana tutmuşlar ki, yox, mənim mahnını belə oxumaz da, klassik mahnı. Bəyənənlər də oldu, bəyənməyənlər. Onda mən dedim ki, Normal bir əgər musiqinin kantına zərər gətirmədən bu havanı çatdıra bilirlərsə, mən o ifaçıyam ki, Bakı vaxtilə verilişini 7 ilə aparmışam və demək olar ki, 7 ilin 4 dəfəsində 4 veriliş Şövkət xanım Ələkbərovanın efirini etmişəm. Gülə xanımı salamlayıram, onun gəlini. Yəni onun izinlə biz bu işi görmüşük və mən ilk Azərbaycan ifaçısıyam ki, bir çox görkəmli sənətkarlarla virtual duet oxumuşam elə öz efirimizdə. Gülə xanım o vaxt dedi ki mənə, Şövkət xanım gənclərə çox açıq idi və Şövkət xanım əslində yenilik gətirən gəncləri çox sevirdi və mən düşünürəm ki, bunu da rahat iddia eləyə bilərəm ki, o sənin o ifanı eşitsəydi, səni təqdirə layiq sayardı. Çünki doğrudan da yenilik və mahnının musiqisinə xələl gətirməmək çox böyük önəmlisən. Klassik musiqinin aranjmanına... Mən orada o qədər də dəyişiklik eləməmişəm. Sadəcə aranjmanda yenilik, yanaşma tərzi fərqlidir. Bəlkə bir dam cizim eləyəsən. İndi bir sən də oxutacam. Canlı bir mahnı var ağlımda. Görüm onu. Bu da ki re. Bu da ki re. Sevgili tut elimden, gider yüzükleye, rahatlık gezmirem ben, gider yüzükleye. Oy göylesin üzümü, oy yaşarsın gözümüz, bükülmesin dizimiz, gider
Bu, bravo. Gedək üzü küləyə, dedi Çinarə. Mən də dünyadan uzaq istəyirəm. Mən bu günlərim, arzularımın günündə nə istəyirəm o olur. Dünyadan uzak. Ha abi. Maşallah. Dünyadan uzaq. Burada bir parça yeter. Ben bunu həmişə Suat abiyə oxuduram. Çünki onun ifasında çox mükəmməl aldım. Dünyadan uzak. Dünyadan uzaq. Niyə oturdun sən? Mən sənə deməmişəm, ayaqda qal. Bir yol var ama her yerde tuzak. Bir yol daha var, dönmekte yasak. Deryaya yakın, dünyadan uzak. Deryaya yakın, dünyadan uzak. Gel vazgeçelim hiç zorlamadan. Sen aklı selim, ben yorgun adam. Bir yer bulalım, dünyadan uzak. Bir yer bulalım, Dünyadan uzak. yine gözümüz yükseklerde. Hayat geçiyor perde perde. Doydum artık bana müsaade. Bir yer bulalım, Dünyadan uzak. yine gözümüz yükseklerde. Hayat geçiyor perde perde. Doydum artık bana müsaade. Bir yer bulalım, Dünyadan uzak. bir yer bulalım, dünyadan uzak. Bir yol daha var, dönmekte yasak. Deryaya yakın, dünyadan uzak. Deryaya yakın, dünyadan uzak. Yine gözümüz yükseklerde. Hayat geçiyor perde perde. Doydum artık bana müsaade. Bir yer bulalım, dünyadan uzak. Yapamadığım birçok şey var. Hem tatminsizim hem günahkar. Gel beni bu şehirden kurtar. Bir yer bulalım, dünyadan uzak. Onlar deyirlər ki, biz danışan derim. Məndən önəmlidir siz oxuyasınız. Bal damı süperdi. Abi öz kendi şarkıların var mı? Yok, ben beste yapmıyorum. Öyle bir kabiliyetim yok. Aha. Ben sadece şarkı söylerim, yorumlamaya Şarkı söyleyeceğim. çalışıyorum. Mesela şu özüne yazılan besteler olup mu repertuarında? Özüme yazılan, benim için Aha. yazılan yok. Öyle bir Olmuyor. Mən bir sənə qərara gəldim. Biz səndən özümüzə yazılmış mahnını duet eləyək. yeni bir şarkı olabilir. Hə, evet. Evet. Aynur Adil qızı yazar, o Türk yolu yaxşı yazır. Aynur Adil qızı bir dənə Suat abinə mənim mahnımı hazırlar. Hazırı biz də burada ekskluziv oxuyarıq. Deməli belə, mənim əzizlərim.
Efir başlamamışdan önce Çınar'ın gözü belədir. Bak, ay Allah görürsə gələ deyəcək Allah. Ben bu qədər efirdə danışmamışdım. Ay Allah bu ne işdir ya başıma geldi. Gələn və çağıranda qonaq gəlməyəcəm. Amma yox. Demək istəyirəm ki artıq efirin sonudur. Yəni belə sürətli tempdən gəldik çıxdı sona. Doğrudan Niyə necə gəldik? gəldi? Necə gəldi, necə Hiss getdi? eləmədik. Əslində sizin ifalarınızın sayəsində çox gözəl, mükəmməl ifaları bugün eşitdiniz. Mən elə gəldi ki, hal-hazırda ekranın önündə olan insanlar deyirlər, niyə tez tutardı? Çünki doğrudan feyziyab oldunuz. Gözəl 2 mükəmməl səs və 1 mükəmməl adres, orkestr. Yəni bu mahnıları, bu musiqiləri eşitmək Həqiqətən də çox istəyirsinizsə, möhtəşəmsiniz. adresə gəlin. Mən bunu sizə aylardan deyirəm ki, adresə gəlin, Altı Bazar şou proqramımız olur. Bu 6-cı gün mən də orada olacağım, yəni biləsiniz. Suat abiyle bəlkə bərabər bir şeylər də söyləyərik. Ona görə də təşəkkür edirəm sizə. Amma mənim təklifimi bir dəyərləndir, axşam mən sən geləyəsən bu heç. Son olaraq, nə arzunuz var? Gülür ürəyindəndir, dayan gülür. Nə arzularınız var, nə diləkləriniz var? Sağ olasın tamaşaçılardan sonra Suat abi senden yalan dünya istəyəcəm. Tamam. Bu güzel davetiniz için teşekkür ediyorum. Ayrıca Çınarı Hanım'la da aynı anda, aynı zamanda konuk olmamız da güzel, benim için hoş bir tesadüf oldu. Mənim üçün. Yani ne kadar böyle provamız, meşkimiz olmasa da hatalarımız varsa affolsun ama güzel oldu. Ben çok keyif aldım. Canlı müzik her zaman iyidir, hoştur. Hata yoxdur. Mən də çox keyif aldım. Təşəkkür edirəm sizə. Canımsın. O gözəl enerjinizə görə. Sizin sayənizdə də verilişimiz çox gözəl keçir. Dəyərli müzisyənlərə təşəkkürümü bildirirəm. Sizə təşəkkürümü bildirirəm. təşəkkür Çox sağ olun. Mən sizə hər ikinizə təşəkkür edirəm. Baxmayın ki, az danışdıq, xeylən danışdıq. Saytlar sabah yazacaq bilirəm. Ayrı televiziyasında tam vaxtıdır ən reytingli verilişdir. Ən pozitiv və sənətdən çox müzakirə olunan verilişdir. İndi Suat Köçərdən son, bugünlük son mahnı gələcək. Buyurun, səhnə sizindir. Bir garip yolcuyum hayat yolunda, yolunu kaybetmiş perişanım. Bir garip yolcuyum hayat yolunda, yolunu kaybetmiş perişanım ben. Mecnun misali gurbet ellerde, ümitsiz sevginin kurbanıyım ben. Mecnun misali gurbet ellerde, ümitsiz sevginin kurbanıyım ben. Yalan dünya, her şey bomboş, hancı sarhoş, yolcu sarhoş. Yalan dünya, her şey bomboş, hancı sarhoş, yolcu sarhoş. Bir gün gibi geçti sanki seneler,
Ümidim kaybolmuş perişanım ben. Bir gün gibi geçti sanki seneler. Ümidim kaybolmuş perişanım ben. Alın yazılmış hayat yolunda, ümitsiz sevginin kurbanıyım ben. Alın yazılmış hayat yolunda, ümitsiz sevginin kurbanıyım ben. Yalan dünya, her şey bomboş, hancı sarhoş, yolcu sarhoş. Yalan dünya, her şey bomboş, hancı sarhoş, yolcu sarhoş, yolcu sarhoş, yolcu sarhoş. Bravo, bravo. Müthişsiniz, müthiş. Teşekkürler.